İşğaldan azad olunan ərazilərə böyük qayıdış çərçivəsində daha bir neçə ailə ata-baba yurduna qovuşub. Bugünkü köç karvanı Ağdərənin Həsənrız kəndinə yola salınıb. Ağdərə rayonunun yenidən qurulan Həsənrız kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə daha 20 ailə köçürülüb. Bugün Ağdərəyə qayıdışdı. O qayıdışla bağlı oğluma ev düşübdü. Mən də gedirəm oğlumun evini görməyə. Allah bizim şəhidlərə rəhmət eləsin, qazilərə şəfa versin. Cənab Prezidentimizə can sağlığı, ordusu ilə bir yerdə. Çox sevinirəm. Hədsiz dərəcədə eşiyimiz olur. Prezidentimizə başına görüm. Allah can sağlığı versin. Köməyində dursun. Şəhidlərimizə də Allah rəhmət eləsin. Qazilərimizə də Allah kömək olsun. Həsənrız kəndinə köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri qarşılayıb. Kəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib. Qohum-əqrəbə gedir, onlara kömək eləməyə gedirəm. Xeyirli olsun. Allah kömək olsun. Sevinirəm, belə fəxr edirəm ki, mən Azərbaycanlıyam, öz yurduma gedirəm. Bugün bu nəvəmin ad günüdür. Ad günündə dövlət ona açar təqdim eləyir. Çox sevinirəm. Artıq kənddə 70 ailənin, yəni 238 nəfərin daimi məskunlaşması təmin edilib. Aprel ayının sonunadək daha 40 ailə Ağdərəyə köç edəcək. Qeyd edək ki, Həsənrız kəndində bütün sosial və kommunal xidmətlər yenidən qurulub. Kənd fasiləsiz olaraq elektrik enerjisi, içməli su və təbii qazla təmin olunub. Emin Babayev, Fidan Səfər, Spice xəbər, Tərtər, Su qovuşan. Bugün